Şəki şəhər rayon polis şöbəsinə rayonun Daşbulaq, Daşüz, Şorsu və daha 4 kəndindən silsilə oğurluqlar edilməsi barədə məlumatlar daxil olub və bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Gecə saatlarında tövlələrə daxil olan naməlum şəxslər dəyəri 30.000 manata yaxın olan 26 baş malqaranı oğurlayaraq ələ keçiriblər. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində əməli törədən Talih Novruzov, Şükür Mustafayev, Cahid İsrafilov və Vaqif Nuriyev. Fotoda görürsünüz, bax bu şəxslər saxlanılıblar. Onlar icarəyə götürdükləri avtomobillərlə son 9 ay ərzində bir neçə dəfə Bakıdan Şəkiyə gedərək burada oğurluq etdiklərini bildiriblər. Araşdırmalarla dəstə üzvlərinin oğurladıkları heyvanları Bərdə, Ağdaş, Göyçay və Bakı şəhərində satdıqları müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılanların hər biri barəsində həbs qəti imkan tədbiri seçilib. Bu barədə Daxili İşlər Nazirliyinin də açıqlaması var idi. Orada da qeyd olunur ki, bir neçə dəfə şikayət olunmuşdu, amma mediadan xahiş eləmişdi ki, yəni bu məsələ ictimailəşdirilməsin, bu adamlar axtarıldıqlarını bilməsinlər. Burada məsələ nədir? Sənin deməli bacarığın var, fiziki problemin yoxdur, fərasətin də var, sadəcə sənin niyyətin doğru deyil. Yəni bu bacarığını doğru düzgün bir şeyə sərf edib, qazanc əldə edə bilərsən. Ola bilər ki, 26.000 yox, 6.000 qazanarsan, amma qazanc əldə edə bilərsən. Yəni burada işin içərisinə oğurluğu qatmasan, vicdanın olsa, oğurluğu qatmasan, deməli sən bacarıqlı adamsan, deməli sən fərasətli adamsan. Bakıdan Şəkiyə gedib oğurluq edə bilirsənsə, deməli Bakıdan Şəkiyə gedib al-ver ticarət də edə bilərsən. Yəni o heyvanı elə Şəkidən alarsan, gətirib Bakıda, digər bölgələrdə satarsan. Sadəcə sənin vicdanın doğru deyil, təmiz deyil, düz deyil. Yəni sən fərasətsiz olsan, buradan o düşüncənin yiyəsi, buradan rentakar, yəni maşın götürüm, gedeyim, orada güdüm, pusum, baxım və oğurluq edeyim. Nəticə etibarilə sənin yəni fərasətsiz olduğunu demək olmaz. Bu insanların hər biri deməli ki, bacarıqlı adamlardır. Amma niyyət doğru olmadığı üçün, bəli, o niyyət axırda onları apardı. Hara? Dəmir barmaqlıqlar arasına.